sağda sıkılıyor. Hamısına Allah rahmet eylesin. Yerde kalanlara can sağlığı versin. Bereket versin. Allah hamımıza sabır versin. Şehitlere göre. Ne bileyim. Atalarımızın, analarımızın dünyasındaki atalarımızın, analarımızın yat torpaq demək olmaz, torpaq eyni torpaqdan bak. Çoktan ayrılsınlar. Allah'ım kumluğumuza cennet olasın. Allah bize de nasip eylesin ki burada yaşamağı. İnşallah. Yaşamağı yine durup yaratmağı Allah bize nasip eylesin. İnşallah, inşallah. Allah hamımızdan razı olsun. Allah bu yürüyüşler, təşkil olanlara can sağlığı versin. Allah hamımızdan razı olsun kardeş. Allah köməyiniz olsun. Şükür ki varsınız. Varsınız ki sizin köməyinizlə gəldik, ziyaret etdik, şəhidləri, torpağımızı.
yerimizi, yurdumuzu. Allah'ımızdan razı olsun. İskender kardeşimizin sağlık günüdür. Yaxşı plakatlarında adlarını bunu əvvəl birinci gətirib Ayağına gidiyor. Hele insan bir gelmiyor ki. Sen de şey yapar, gelme mi? Yok, insan Ben de hoş geldin. İyi hoş geldin, muhtemelen yapar. Üçüncü yılın. Şimdi yavaş. 8'e gelir, gel. Şimdi. Bu adam iyi bak da yapma. Akırma, he. Bu da. Burası İsmail gibi. Ana gibi böyle. Yok hala yetişmez. Hele yetişmez. Dile düşer. Çörek. Yok. Çörek mi? Çörek mi? Böyle çörek mi? Böyle çörek mi? Ha. Böyle çörek mi? Raf gibi. Açar Mehmet'in. Orada kadar bir tabakla hak ediyor. Bura rahmetli Əzdagil'in evi. O birisi Hıdır gibi evi. O üstəlik Hıdır kişinin evi. Hıdır gibi burada. Allah ha, kara incire bak. İncire bak ha. Hadi. Mehmet yok. var ya. Burası sizin ev değil. Hadi hemen Əzdagil'in evi. Evi orada. Rahmetli. Burada gidelim. Ələkbər Dagil'e gidelim. Şimdi ben tabii Ələkbər. Burada Bözəmgil'in səfərlərin başlanğıcıydı. Ha, hadi. Aradaki İsmail Həvət bilmiyor. İsmail Həvət bilmiyor. Namık çıxıb ağacı, nəzik ağaçlı üstüyə bozlu oluyordu. Ha. Onda şükür Mehmet'in evi olmalıdı, elə. Yok. Tehrangil'in evi. Yok. Bura Sultan Tapdakgil'in. Sultangil'in, Tapdakgil'in evləri. Tapdakgil. Ondan o tarafa getdi Yusuf müəllimgilin evi, Evingil'in evidir. Sonra o tarafa babamgilin, Qaracəlləligilin evləri. O yüzden. Yok. Burada bizim babam bir o ağaç var mənim. Bir o yolka ağacı var O yolka ağacı o vaxtdan var. Ha, o vaxtın ağacı qalır. Yolkaya nə alır ki? Baba bu Tüyengin dedi. O bir de İsmail gibi. Həvət bilmiyor. Sadakın ben olmalıdı. Sonra bir de kabak. Bir metebeldi ha. Sedat bir metebeldi. Bura pəyid də. Hə. Bura tut ağacı.
evidir, Əzədin. Ha, həmən Rəşid. həmən Əzədin evidir, sonra Gökhan Gilli, o evdə o Gökhan Gilli Gökhan evidir. xalagilin evidir. Sonra Məti Gilli evidir. Məhdi dağgilin. Bak, Rəşid Gillə, şey Gilin yolu 2 mərtəbəydi. Bu Rəşid Gilin ki, o birisi Gökhan Gilin. Yox, tamam, burada Gülpərer adlı bir ev vardı, Gülpər'in. Ha, balaca evdi. Gülaran ana. Arkasındaydı, onun arkasında. Aradıydı, aradı. Ha. Buradan da rəhmətli Mirzə Bəy Künanı bura vurur. Afşarı bura vururdu. O iri. Yolun bu qırağında taşladan bir stolma var idi orada. Ha, onu bırakır mı? Mami. Yok. Şeydi de ben diyorum. Mehmet Gil'de Gumur Xala Gil'in rəhmətlik. Hə, olan evlərdir. Volkan Gilin. Hə, olan evlərdir, hə. Sultan Gil'in oteli Yusuf. Sultan Gil'in oteli Yusuf müəllim. O Yusuf müəllim. Yok, o Yusuf müəllimgilin evidir. Orası Yusuf müəllimgilin evidir. Ona göre ki orada beri keç bakın görsədim orada kafel verilib, o kafelin vaxtında mən vurmuşam o kafeli. Görsən ev 2 mərtəbəli Yusuf müəllimgilin evidir. Bu aşağı hissədə kafel verilibdir hamamda. O kafeli 35 il bundan qabaq mən vurmuşam o kafeli ora. Hələ də dur. Töküldü. Fatma Gilin var burada. Səhərbərliyi bırak. İsmail Gilin var burada. Onun arkası. Şey, Ramazan Gilin. Ha, uca Ramazan Gilin. Kimin? Ha, Gökhan Gilin otel değil mi? O da 2 Ha, mərtəbə. onun otel Gökhan Gilin. Bu otel Gökhan Gilin. Yox, o da 2 mərtəbə var. Onun otel Gökhan Gilin. Onda Ramazan Gil evi onda budur. Araba yapıyor bitti. Yoldur abi. Hatırlam. Dedim ben gitmeyeyim. Avra başka gelin. Gül de koydu. Düvençede hiç gül de almıştık köreğimin geldiğinin üstüne. Ceyran, göçe, yollarım. Bu. Öyle mi dedim her zaman? O da Karaşlığa geliyor, öyle mi? Ha, gel taşladı taşla. Abi rahmetli Şahit Gilin. O Freddi Gilin eviydi. İskender rahmetli Şahit İskender Gilin eviydi. O Müslü Kıyas Gilin eviydi. O da el değil azar. Bura Freddi Gilin eviydi. Freddi Gilin evi buradır. O da Kıyas Gilin eviydi. Burası Yaskil'indi, bura bizimkidir. Ha o da sizinkidir ha. Buradan da böyle başka tarih hakim. Ha ya burada bir bahşiş tanıyor. Bu tanıyor gibi bir. Ha. O mesela tanıyor gibi 2 metre değil. Tam dağ. Burada filmden hara bakın. Ha. De. Rahmetli Zekeriya Gilin eviydi. Rahmetli Adalet Gilin eviydi. Hangi Gilin eviydi bura? O bir 2 metre. Şuraya değmez görmüşsün ya. Bura haradır? Bak bura kanalın da kendinin ortası bura. Ya, bizim kendi kendi iki yer var. Kendin kanalın üstü kanalın altı. O burada tüneldi. Buradan çimen o vakit çimen o vakti. Bu kanalın altından düşüp ya buradan çıkırdı gelir çimdi burada. Vay ya. Burada rahmetli Mine Xalagil iğdəsi o iğdə. Hadi kap iyiye kapattıydı ha. Vay ya. İyi de kazanıyordu. Gezen sıfırdı. Burada kasaba Değil var mi? mı? Rahmetli var. Rahmetli mineral koymurdu değil mi? Ağaçtan sıfırdı. Düşürdü şeye. Suya. Sudan gider kapatan yığırdı. Yağış vurur mu? Yola görün. Bana yağış vurur mu? Şey kaçıyor. Ha, tadı kaçıyor. Her bir bal diyor abi. Her bir bal diyor kimi. O bunu yine baba bir şey baba bilesin. Vay dava. Kətdə gələrsən kəndə böyükən yeməyəsən, bu həqiqi də günahdır yazar. Gəl qardaş, apaydı qardaş, bir sən də at ala. Allah kömək Öyle ha. Puh. Temiz kent hayatı budur.
Sonra telefon camaat ya sen telefonun kara ya ne bileyim. Ay yok ben bakıyorum böyle şuna çakın değil. Ama böyle telefonum Kardan geldi. 28 saat işliyor. Gar yakın gelin abi gar. Hörmətli əmir varız cəmaatı, əziz kəndçilərimiz. Biz Əmirvarı Qazilər Birliyi olaraq şəhidimiz Baxşəliyev İskəndər Məhəddin oğlunun mövluduna yığışmışıq. Bu günləri sentyabr ayının 14-ü 2025-ci ildir. Yaşasaydı 54 yaş tamam olacaqdı. Allah yerin cənnət eləsin, yerdə qalanların başı sağ olsun, Allah səbir versin. Xahiş edirəm, yəni bir dəqiqəlik sükutla şəhidlərimizi, o cümlədən Baxşəliyev İskəndərin onu bir yad edəyək. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Hava yağışlıdır və xahiş edirəm hamıdan ki, birinci növbədə hava şəraitindən asılı olmayaraq bizim hamımızın vəzifə borcumuz üçün şəhidimizin məzarını ziyarət eləyək. Dəvət edirəm hamını gedək ziyarətə, vaxt itirməyək. Sonra da məclisimizi burada Ehsan süfrəsində davam eləyəcəyik. Gedək. Əziyyət çəkib gələnlərə Allah kömək olsun. Allah onların heç birində pislik görkəzməsin. Canları həmişə sağ olsun, əziyyət çəkib gəliblər, əziyyətlərini halal eləsinlər. Bugünkü gündə kim İskəndərini tərifsə hamısının ömrü uzun olsun. Allah canlarını sağ olsun. Allah köməkləri olsun. Allah haqları bizə halal eləsin. Biz onları əziyyət çəkiblər. Allah yıldan qapı. Allah rəhmət eləsin. Yazmadım, gedək. Hörmətli tədbir iştirakçıları, hava şəraitini nəzərə alaraq vaxtımızı çox almaq istəmirəm. Amma bizim istənilən hava şəraitində borcumuz odur ki, şəhidimizi ziyarət edək, unutmayaq. Onun mövludundan da, şəhid olduğu gündə də bizim ən müqəddəs borcumuz onu ziyarət eləməkdir, anmaqdır. Çünki gələcək nəsillərə biz sözümüzü demək üçün bu hörməti saxlamalıyıq ki, onlar da bizdən örnək götürsünlər. Bura gələn Əmirvarı Qazilər Birliyinin üzvləri, o cümlədən kəndimizin böyükləri, ağsaqqallar, yaşlı insanlar, baxmayaraq ki, bu yaşlarında hava şəraiti belədir, uzaq məsafədir, özlərinə vəzifə bilib gəliblər. Onun üçün də bugün həqiqətən də birlik günüdür. Və bu birliyi də bu şəhidimizin məzarı başında həmişə uca tutmağı, onların qarşısında bir vəzifə kimi, boynumuzun borcu kimi davam etməliyik. Vaxtınızı çox almaq istəmirəm, yəni ki, hər kəsin ürəyi doludur. Mən istərdim ki, Əyəb müəllimə sözümüzü verək. Çünki Əyəb müəllim belə deyək, məktəbimizin direktoru olubdur.
rəhmətli şəhidimiz də o məktəbin yetirməsidir. Biz həmçinin biz özümüz də ayaq müəllimi yetirməliyik. Bizə verilən tərbiyə, təhsil bu günlərin nəticəsini göstərir və bu bildiyimizdə elə oradan irəli gəlir. Ayaq müəllim həmçinin rayonumuzun ən yüksək nüfuzlu vəzifələrində işləmiş məmurdur, gözəl bir insandır. Bu günləri bura gəlməyinin onun ürəyinin özündən də böyük olduğunu elə sübut edir. Buyurun Ayaq müəllim. Çox sağ ol. Vallahi mən elə yoldaşlar istəyirdi. Elə gələ-gələ kövrəli gəldi. Birinci ona görə kövrəlirəm ki, bu mənfur düşmənlər bizim Respublikanın başına boyunlar açdı. Və bizim rayonumuz, Qarabağımız getdi. Kəndimiz getdi. Kəndimizdən 4 şəhid var. Allah getməsin, bəlkə də ən az şəhid verən bizim kənd. Yerə kənd var, onlarla şəhidi var. Onun üçü əmirvardandır, 4-cü də əmirvarıdır, amma Bakıda Bakı tərəfində əskəriyə çağırılıb. Bu da mənim nəvəsidir. İskəndər çox yaxşı oğlandır. Allah rəhmət eləsin. Onun anası ilə mən qardaş bacı olmuşam. Bacısı ilə qardaş bacı olmuşam. Bu ailəni xatirini mən çox istəmişim. Allah səndən razı olsun. İskəndər ailə sizin arada bu vaxtlara qədər bir gəlmişik. Yol boyu yoldaşlar danışırdı. İntizam, elma, o yollar yerləri mənə göstərirdi ki, bax, burada vuruşmuşuq, burada vuruşmuşuq, burada vuruşmuşuq. Mən yollar danışdıqca kövrəlirdim. O yaralanan günü mən də səhv eləmirəmsə Füzulinin Əhmədbəyli kəndinə vertolyotla onu yola saldıq. Əhmədbəyli idi də, orada deyəsən. Getdik, eşitdik ki, yaralanıb, oradan yola saldıq. Getdi bir neçə gündən sonra onun meyidi gəldi. Allah rəhmət eləsin. Qəbri nurla dolsun. Bu işin təşkilatçılarına Qazlar Birliyi şəxsən Asifə öz minnətlərimi verir. Çox sağ olsun. Asif çox böyük işlər görür. Asifin təşkilatçılığı ilə birlikdə biz Əmrəvaliyə gəldik. Sonra bu birlik yarandı. Nəsə demirsən yaratırsan. Çox yaxşı. Sonra da bizim xeyriyyə cəmiyyəti var. O da bu saat çox işlər görür. Görürsünüz. Qəbirləri götürürlər falan. Gələcəkdə planlar çoxdur. Allah canınızı sağ eləsin. Mən sizə həmişə belə bir olmaq arzulayıram. Bizim kəndimiz yaxşı kənd, cəmaatımız yaxşı cəmaat. O müəyyən məsələləri gördülər, indi tamamilə yenidən birləşirlər. Allah həmişəlik birliyi bizim əlimizdən almasın, canınız sağ olsun, halal olsun sizə. Şükanı belə saxlayın. Mən indi yaşım bu yaşdır, bilirəm ki, gələcəkdə bu işlərin hamısını yaxşı davam edəcək. Sağ olun. Çıxışın sözü icazənizdir Sahib əmiyə verək. Kəndimizin Ənvarı Qazlar Birliyinin Ağsaqqallar Şurasının üzvüdür. Buyurun Sahib əmi. Aziz əmirvarlar, əmirvar cəmaatı. Bugün bura əziyyət çəkib gələnlər, öz müzaflarını bildirirəm və bu iş təşkil edənlərə emin başda olmaq. Çox sağ olun deyirəm. Şəhidimiz İskəndər, Allah rəhmət eləsin. Şəhidlər bizim başımızın canlıdır. Şəhid, onlar ölmüş, yaşayırlar. Biz neçə ki canımız sağdır, onları həmişə ziyarət etməyə borçluyuq. Onların valideynlərinə başsağlığı verirəm. Allah səbir versin. Bütün şəhidlərə Allah rəhmət eləsin. Qazilərə can sağlığı, Allahdan sağlık
Sağ olun. Allah həmişə elə bir təşkil olan işlərə iştirak edir. Sağ olun. Sağ ol, çox sağ ol. Təşəkkür edirəm. Seyfəddin müəllim bizim Ənvar Qazilər Birliyi Ağsaqqallar Şurasının üzvüdür. Biraz sözlərini eşitmək istəyərdik. Buyurun Seyfəddin. Çox sağ olun. Hamımıza məlumdur ki, Bakı şəhərində müxtəlif rayonlarda məskunlaşmışdır. Həmişə bir-birimizi görəndə bayramlarda bir-birimizi təbrik edirdik. Deyirdik gün o gün olsun, yeni il, Novruz bayramı. Belə tədbirləri doğma kəndimizdə əmrvalı edir. Artıq bugün onlar realdır. Biz bugün İskəndər qardaşımızın məzarı önündə dayanmışıq. Təbii ki, onun haqqında beş sözlərimizi deməliyik. Bizim belə bir hava şəraitdə, bu şəraitdə bizim əmrvarlığa gəlməyimiz bizim torpağa, vətənə, kəndə bağlılığımızın bariz nümunəsidir. Və bu uzaq məsafəni qət edib gəlib İskəndər qardaşımızın, İskəndər balamızın məzarı önündə gəlmək, bu tədbir keçmək bizim şəhid qardaşımıza olan ehtiramın bariz nümunəsidir. Çox şükürlər olsun ki, biz bugün bu sözləri şəhid balamızın məzarı önündə deyirik. Şəhid olan ailə, şəhid olan ev demək olar ki, çox dəyərli ünvandır. O evdəki şəhid adı çəkilir. O bizim üçün ən dəyərli ünvandır. Onlar bizim torpaq uğrunda, vətən uğrunda öz canlarından, qanlarından keçiblər. Və biz o birlik olaraq belə qərara gəldik ki, belə tədbirdə o ailə ilə bir yerdə olaraq, biz onların dərdinə, kədərinə şərik olaraq, ağrını, acını bir yerdə bölüşək və bir yerdə olaq. Mən də öz adımdan İskəndər qardaşımızın ailəsinə, onun bacılarına, qardaşlarına, yaxınlarına, əvzizlərinə, dərin hüzuruna başsağlığı verirəm. Allah rəhmət eləsin, qəbrin nurla dolsun, yeri cənnət olsun. İskəndər qardaşımızla bərabər bütün şəhidlərə Allah rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Onlar qanı bahasına, canı bahasına torpaqları azad elədilər, biz bu gün ona görə də buradayıq. Allah rəhmət eləsin, qəbrin olsun. Təşəkkür ederim, çox sağ olun. İcazənizlə Ənvar Qazilər Birliyi Ağsaqqallarla olan Üzeyir əmiyə söz verək, bu üçün çıxış eləsin, onda da sözlər dinləyək. Allah kəmi şəhidlərimizə Allah'ın salamı olsun. Bütün Azərbaycan şəhidlərinin hamısını. Eləcə də İskəndər qardaşımıza, İskəndər çox gözəl oğlan idi. Allah onu o dünyasını versin. Bu dünyadan elədi, o dünyadan eləməsin. Deyir, məni bu dünyada axtar, arasan. O biri dünyamla işin olmasın. Axtarsan da o dünyada tapmazsan, o biri dünyamla işin olmasın. İndi deməkdə məqsəd nədir? Məqsəd odur ki, İskəndər çox cavan getdi də, Allah ona rəhmət eləsin. Allah bizim müəllimlərimizə, Əyib müəllimə can sağlığı versin. O mənim müəllimim olmasa da, mən onu müəllim kimi qəbul edirəm ürəyimdə. Nə bilim, belə də, yəni mən bu məktəbdə oxumamışam, mən Sultan'da oxumuşam, belə elə. Söhbət ondan getmir. Allah Sultanlı şəhidlərinə də rəhmət eləsin. Bütün şəhidlərinə. Allah Kabzaq şəhidlərinə də rəhmət eləsin. Çünki mənim gözümün qabağında orada çox adamlar surda öldülər. Neyse. Allah sizdən razı olsun. Allah bura yığışanların nətərdələr, ayaqlarında uğur, süfrələrində bolluk. Allah bunlara can sağlığı versin. Hamımızdan razıyım. Hamımızdan. Allah razı olsun. Təşəkkür edirəm ürək sözlərinizə görə. Sözümüzü davam eləmək üçün söz verirəm İlham müəllimə. İlham müəllim də ürək sözlərin izləyir. Çox sağ olun, mənə söz verdiyinizə görə mən bugün nəsə bu məclisdə, bu tədbirdə iştirak etməyə bilməzdim. Birinci ona görə ki, İskəndərlə 10 il bir sinifdə. Yəni, deyim ki, İskəndər çox yaxşı, çox mərfətli, çox alicənab oğlandı, heç nə demədim hesab edeyim ki.
Bunu hamı təsdiqləyə bilər, bütün hamı. Bu günlərsi bəli, bu məclisdə iştirak edirik, hamımız bu bizim vəfa borcumuzdur. Necə ki, torpaqlar o vaxt vətən olur ki, onun uğrunda şəhid qanı axır. Torpaq elə beləsinə torpaqdır. O vətən o vaxt olur ki, onun uğrunda şəhidlərin qanı axırlar. Bizdən də sayıca çox olan millətlər var, xalqlar var ki, bu günlərsə öz dövlətçiliyi yox. O dövlətçiliyi yaşadan, o vətəni yaşadan şəhidlər axılan qanıdır. Mən də buraya yığışmış hər kəs kimi yaxınlarına, bacılarına, qardaşına, yaxınlarına, hamısına baş sağlığı verirəm və mən əminəm ki, inşallah bütün şəhidlərimizin yeri cənnətdir. Cənnətdəki doğum günü mübarək qardaşım. Təşəkkür edirəm sözlə görə, çıxışınıza görə. Rəhmətli şəhidimizin sinif yoldaşlarından, döyüş yoldaşlarından kimsə ürək sözləri varsa buyurub deyə bilər ki, kameranın yaddaşına həkk olunsun, bir film kimdə bu çəkiləcək inşallah. Bu yaddaşı da veriləcək. Buyurun, kimsə söz demək istəyirsə. Bugün bizim ilk sözümüzdə, son sözümüzdə bir olmalıdır. Allah şəhidlərimizə rəhmət eləsin. İskəndərlə mən eyni döyüşdə olduq. Həmin döyüşdə İskəndər rəhmətə getdi. Ağa kişiyə Verşad da həmin döyüşdə idi. Eyni döyüşdə. Sığıya əməliyyatında olduq. Həmin döyüşdə rəhmətə getdi. Allah ona rəhmət eləsin. Şükürlər olsun ki, illər sonra torpaqlarımız Ali Baş Komandanı, Azərbaycan əskər və zabitlərinin qəhrəmanlığı sayəsində işğaldan azad oldu. Bu işdə bütün əməyi olan, zəhmətli olan veteranlarımızı, qazilərimizə mən can sağlığı diləyirəm. İskəndər və onun timsalında kəndimizdən olan Sərvan, Rövşən, Ramiz qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Eləcə də tək Ənvarlı, Cəbrail, bütün Azərbaycan xalqının şəhidlərinə Allahdan rəhmət diləyirəm. Allah rəhmət eləsin. Sizlərə də baş sağlığı verirəm. Tək sizin şəhidiniz deyil, bu hamımızın şəhididir. Hamımızın baş sağ olsun. Allah rəhmət eləsin. Allah Hamımızdan razı olsun. Şimdi razınızı istəyirəm ki, şəhidimizin qardaşı, Firəddin qardaşa söz verirəm, o da ürək sözlərini desin. Çok sağ olun. Hamıda minnətdarana, zəhcəli davada gəlmişsiniz. Çox sağ olun. Allah bütün şəhidlərə rəhmət eləsin. Allah bütün sizin ölənlərə də rəhmət eləsin. Çox sağ olun. Allah rəhmət eləsin. Şəhidimizin bacısı, kəndimizin ağbırçaylarından olan Şəxaliyə söz vermək istəyir. Onun da sözünü eşitmək istəyərdik. Buyurun. Allah hamımızdan razı olsun. Bayaq da dedim. Kim əziyyət çəkib gəlibsə bura bugünkü havada, bugünkü müsibətlə. Allah kömək olsun hamımızda. Çox razıyam. Bütün şəhidlərə Allah rəhmət eləsin. 32 il bundan qabaq belə hava, indi də belə hava. Allah yenə deyirəm, əziyyət çəkmisiniz. Əmr var, 32 il bundan qabaq da belə bir gün gördü. Balıkçanın qabağında. Yenə elədiyinizi halıq eləyin, hamımızın qabağında baş əyirəm. Bütün Azərbaycan xalqının borcudur. Allah hamımıza ömür versin, pis gün görməyəsiniz. Bundan belə yaxşı günlər görəsiniz. Elə belə şəhidləri xatırlayasınız, o da böyük bir şeydir. Allah yenə kömək olsun. Çox sağ olun, təşəkkür edirəm. İcazənizlə şəhidimizin bacısı, Yasalan bacı söz verək, o da ürək sözlərini desin. Mən də bu gündür şəhid bacısı kimi hamınıza təşəkkürümü bildirirəm. Əziyyət çəkib gəlmişsiniz. Kəşki mənim atam-anam sağ olaydı, bugünkü günləri görəydi. Onlar idi həmişə bal əsrətini etdilər. Bugün mən onlar adından sizə minnətdarlığımı bildirirəm. Çox sağ olun. Allah hamımızın ölənlərə rəhmət eləsin. Bu işlərdə kim təşkil edib, kim qabaqda, öndə gedib, kim arxada, nə cür əziyyətlə halal edin. Allah hamımızdan bir daha razı olsun. Hamımızın ölənlərinə Allah rəhmət eləsin. Çox sağ olun. Bir də minnətdarı oldum. Allah kömək. Mən də öz adımdan və Əmirvari Qazilər Birliyi adından bu tədbirə gələn, toplaşan bütün iştirakçılara öz təşəkkürümü, öz adımdan və kollektiv adımdan bildirirəm. Və son olaraq bir daha vurğulamaq istəyirəm ki, bugünü bizə yaşadan Müzəffər Ali Baş Komandanımız İlham Heydəroğlu Əliyev cənablarına təşəkkürümüzü bildiririk. Şəhidlərimizə Allah qəni-qəni rəhmət eləsin. Qazilərimizə uzun ömür, can sağlığı, Allah şəfa versin.
var olun, təşəkkür edirəm. Çox sağ olun. İndi inşallah bundan sonra şəhidimizin adına ehsan süfrəsi hazırlanıbdır. Hamını dəvət edirik ehsan süfrəsinə. Bir də ki, sonda gözəl bacımız dua vermək istəyir. Allah qəbul eləsin, buyursun. Şəhidimizin məzar başında dua verir. Muhammedin əba əhdəmin zəlatın Allah. Xatəmən nəbiyinə və kənə Allah və külli şeyin əlima. İnna Allah mələkətə yüsəllunun nəbiyyə yühəllədünə və səllələ və səllemi təslima. Allahümmə səllələ Muhammedin və əli Muhammed. Allahümmə səllələ Muhammedin və əli Muhammed. Allahümmə səllələ Muhammedin və əli Muhammed. Allahümmə bəl-mü'minə və-l-mü'minat və-l-müslümin və-l-müslümat əl-əhiyyəyi-mühüm və-l-amvat. Peyğəmbərlərimizin, imamlarımızın, seyidlərimizin, seydələrimizin, övliyələrimizin, çələblərimizin ruhları şad, şəhidlərimizin ruhları şad, və həqqi qəbrastan ayılına ruhu şad, və həqqi Muhammedin və alihi tahirin və və hürməti surətin barik hamısının da ruhlarını Fatihə məs-salavat, Allahümmə Bismillahirrahmanirrahim, Elhamdülillahirrahmanirrahim, Errahmanirrahim, Meliki Yevmiddin, İyyâke na'budu ve İyyâke nestaîn, İhdina sıratal müstakîm, sıratal lezîne en'amte aleyhim, gayril mağdûbi aleyhim veleddâlin. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad, samed, lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Allahümme salli Muhammedin ve Allah'a hoş olsun, anasının sütü kimi yaşasın, çöreği içerisinde. Bu dünyadan olup, bu dünyadan olmasın. Qəbri mübarək olsun, qəbri işıqlı olsun. Yattığı yerdən inciməsin, gözündən diş yazsın. Peyğəmbərlər, imamlara, seyidlərə, seydlərə qulluqçu olsun, nökər olsun. Köfte özün başına, Peyğəmbərin əlini su içənlərdən olsun. Xeyri, bəhri, yerdə qalanlar üstündə olsun, çox istəyənlər üstündə olsun. Allah hamımızdan razı olsun. Şivrənin balası. O ölümün, mən onu xəstəxanada getdim, gördüm, o yazmışdı, ölümün gözünə o diş baxırdı. Onun elə bir sifətində bir haqqıltı, yəni yeniyim. Nə bilim, belə, mən elə bir can belə, neyin adam görməmişəm. Dayı o qədərinə, belə, mən özüm oradan həyatda, belə, ölümün də gözünə diş baxırdı. Ölümün də, Allah biz deyir, ya Allah hamımıza gözəl ölüm qismət eləsin. Allah gözəl ölüm qismət eləsin, yer cənnət məkan olsun. Amin. Şəhidlər, bütün şəhidlərin qarşısında baş əyirik. Allah ataların, anaların qarşısında baş əyirik. Bu yüksək zirvədə buna hər adama qismət olmur. Hər adam bu zirvəyə qalxa bilmir. Peyğəmbər məqamıdır, onların məqamları. Biz elə oxumuşuq, görmüşük. Allah hamımızdan razı olsun. Allah köməyiniz olsun. Sağ olun, təşəkkürlər. Buyurun, gedək ehsan süfrəsinə. Hazır. Şeyler. Buna bir tane şey koy. Ayağını tutsun demiş. Yok biraz altı çözdü. Yok. Açmasın, ne olacak? Paket geldi, paket geldi. Tamam, buranın da Hadi, zakam verin olsun. Allah rəhmət eləsin. Allah rahmet eylesin.
Sen bir tane zəhmət olmasa bana bir tane gördüklərini. Yok ha. Bak. Şöyle baktığı geldi. Başlayayım. Şuna başlayayım. Maaş çok kolay. Güzel de ortalık gelle oradan vur çeşme. He, bizim babaklar yok. Ligerle poskayır orada vur. Yok vəzir, bunlar yavaş-yavaş gedirdi tabi bizim kəstiklərin başını hələ. Heç yoxlamadı. Yoldaşlığının da alındı mı? Xeyir oldu ya. Sen başka partiye mi? Yok oğlum bilmiyorum. Kalalım mı? Ne günler? Kalk. Hamsını yiyorum. Kaçtımı götürdü, pencereyle götürdü çalma. Ne dedim bu günden öyle yani hava yakışır. Ben geldim orada gördüm açıyor ve burada sırsalar. Çadım görünmesi böyle. Aklım yanmış, her yanmış. İskenderlik yaşlı Hadi
Qərib yerdə arvad uşağından əl oldu, təzə aparıblar. Sağ selamet getirin inşallah.